Mən uroloq, androloq, uzman doktor Elgin Hacıyev YouTube səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz enməmiş xəyalardır. Oğlan uşaqlara doğulanda xəyalar müəyyən qədər aşağıda olmaya bilir. Bu təbii haldır. Amma ki, bu yaş keçdikcə xəyalar öz yerini almırsa və yaxud da bəzən aşağıda, bəzən yuxarıdadırsa, mütləq dərəcədə bir uşaq həkimi tərəfindən və yaxud da bir uroloq tərəfindən baxılmalıdır. Çünki bu bəzi riskləri də özü ilə birlikdə gətirir. Xəyal nə qədər çox yuxarıda qalma tendensiyası göstərirsə və xəyalığa enmirsə, bu gələcəkdə uşaqlarımızın kişi sağlamlığına təhlükə yarada bilər. Necə? İlk başda hər zaman deyirik ki, xaya soyuğu sevir, istini sevmir. Buna bağlı olaraq xaya nə qədər yuxarıda, bədən mərkəzinə nə qədər yaxındırsa isinməyə başlayır və bu 1,4 dərəcəlik temperatur artışı xaya strukturunda və içərisində olan hüceyrələri neqativ şəkildə təsir eləyir. Burada ilk başda təsirlənən iləri yaş qruplarında testosteron ifraz edən hüceyrələrin balacalaşmasına və yox olmasına və eyni zamanda sperm ifrazı olunan hüceyrələrin də itməsinə gətirib çıxarda bilir və beləliklə gələcək yaşlarda, iləri yaşlarda bəy xəyanın balacalaşaraq həm testosteron azlığından əziyyət çəkir, həm də ki, uşaq olma qabiliyyətlərini də itirmiş olur. Ən önəmli amillərdən birisi də burada onkologiya riskidir. Yəni xaya uzun müddət xəyalıqda deyilsə, yuxarıdadırsa, oradakı mütəmadi istiliyin artması və oradakı hüceyrələrin çoxala bilməməsi və ya natamam çoxalması orada onkologiyaların yaranmasını gətirib çıxarda bilər. Bu hər pasiyentdə belə deyil, amma ki, enməmiş xəyaların normal xəyalara qiyasla tam-tamına 3 dəfə daha çox onkologiyaya getmə ehtimalı var və onkologiyaya gələn pasiyentlərimizin əksəriyyətində pasiyentin uşaqlıq yaşlarında, yeniyetməlik yaşlarında xəyanın vaxtında xəyalığa enməmə şikayətləri olur və buna bağlı olaraq da həyatının indiki fazasında bu xəya yerindədir və yaxud da çox gec yerinə qoyulub. Bu artıq təəssüf olsun ki, onkologiyanın, xəya onkologiyasının yaranmasına gətirib çıxardır və bu xəyanı da biz belə hallarda artıq çıxartmaq məcburiyyətində qalırıq. Əslində sözüm hər zamanki kimi burada valideynlərədir. Uşaqlar, xüsusən də olan uşaqları bəlli bir yaş aralıqlarında mütəmadi olaraq uşaq həkimindən, kontrolundan keçməlidir. Xəyaların yerində olub-olmadığı yoxlanılmalıdır. Əgər bunu uşaq həkimi qərar verə bilmirsə, mütləq dərəcə uşaq uroloqu və yaxud da hər hansı bir uroloqdur, hansı ki, bu işdə peşəkardır, mütləq dərəcədə xəyanın yerində olub-olmadığını yoxlamalıdır. Gərəkirsə, ilk başda dərman müalicəsi ilə, əgər bu da bəs eləməzsə, əməliyyat ilə xəya öz olması gərəkən yerinə endirilməlidir. Bunun kimi videolardan vaxtında xəbərdar olmaq üçün YouTube səhifəmə abunə olmağı və videomu bəyənməyi unutmayın.